Herkese salam. Bugün Güvən 2025 test toplusunda materiklərin fiziki coğrafi mövqeyi və relyefi bölməsinin suallarına baxırıq. Bir, Afrika platformasının emmə sahələrində əmələ gələn çəkliklər. Bir, Efiopiya yayladı çəklik deyil, götürə bilmirik. Kalahari bəlli çəklikdir. Atlas dağları, cavan dağlardır, götürə bilmərik. Darfur platosu şahid dağdır, götürə bilmərik. Kongo bəli çəklikdir, götürürük. Çad çəklikdir, götürürük. Yəni burada sırf çəklik olanları biz götürməliyik. 2, 5, 6 bizim doğru cavabımızdır. 2. Asiyada yerləşən sıra dağlar. Atlas Afrikada yerləşir, götürə bilmərik. Pamir, Altay, hər ikisi Asiyadadır, doğrudur. Ural, Karpat Avropadadır. Ural isə Avropa-Asiya sərhədində, götürə bilmərik. Qafqaz, Apennin tamamilə Avropadadadır. Yəni götürə bilmərik. Qafqazın da bir hissəsi Asiya, bir hissəsi Avropaya düşür. Sayan, Appalaç, Sayan Asiyada yerləşsə də, Appalaç Şimali Amerikada yerləşir. B oldu bizim doğru cavabımız. 3. Afrikanın cənubunda yerləşən dağ sistemləri. Afrikanın cənubunda 2 dağ sistemini biz yadda saxlamalıyıq. Kap və Əjdaha dağları. Kap və Drakon da deyə bilərik. Əjdaha və bəzən Drakon da yazılır. Fərq etməz. Bizim də doğru cavabımız D variantında var. Atlas şimalda yerləşirdi. Atlas olan variantları götürə bilmərik. Həmçinin Əhəqqar, Tibesti, Darfur, bunlar şahid dağlarda Afrikanın şimalında yerləşirlər. Amma Kap və Əjdaha dağları Afrikanın cənubunda yerləşən qədim dağlardır. Yaşına görə Afrikanın ən cavan ərazisi. Baxırıq burada ən cavan deyəndə ən gənc olanı götürməliyik. Yəni Atlas dağlarını. Atlas dağları Alp dağı əmələ gəlmə mərhələsində yaranıb, Kaynazoyda yaranıb. Bu səbəbdən daha cavandır. Çünki platolardır, şahid dağlardır, qədim dağlardır. Bunlar daha qədim dövrlərdə formalaşıblar, daha çox aşınıblar. Lakin Atlas dağları geosignalda yerləşən cavan dağdır. Alp Himalay geosignal qurşağının qərbində yerləşir. 5-ə baxırıq. Asiyanın ucqar şimal və cənub nöqtələri. Asiyanın ucqar şimal nöqtəsi Çelyuskin burnudur. Cənub nöqtəsi isə Pi burnudur. Bu da B variantında verilib. Sonra 6. Antarktida və Avstraliyanın müvafiq olaraq ən yüksək zirvələri. Antarktidanın ən yüksək zirvəsi Vinson massividir. Avstraliyada da Kosciuszko zirvəsi B variantı, böyük su harici dağları. Ada Kilimanjaro Afrikadadır. McKinley Şimali Amerika, Aconcagua Cənubi Amerika, Kamerun da Afrikada yerləşən vulkandır, vulkanik zirvədir. 7. Hansı ucqar nöqtə Bakı şəhərinə daha yaxın yerləşir? Baxaq. Çelyuskin Avrasiyanın ucqar şimal nöqtəsidir. Dejnev ucqar şərq nöqtəsidir. Əl-Əbiyyad Afrikanın ucqar şimal nöqtəsidir. Bensika da deyə bilərik, buna fərq etməz. DPI Asiyanın ucqar cənub nöqtəsi, Alma da Afrikanın ucqar qərb nöqtəsi. İndi biz baxmalıyıq hansı Bakıya daha yaxın yerləşir. Bakı bilirik ki 40 şimal enliyidir, 50 şərq uzunluğudur. Çelyuskin və Dejnev artıq qütb ətrafı, yəni qütblərdə yerləşirlər və Bakıdan çox uzaqdadır, çox şimalda yerləşirlər. Əl-Əbiyyad Afrikanın şimal ucqar nöqtəsidir. Digərlərinə görə Bakıya daha yaxın yerləşəcək. Pi Əl-Əbiyyaddan daha cənubdadır deyə götürə bilmərik. Çox cənubdur, daha cənubdur. Az, yəni ekvatora yaxın yerdədir. Almadi də Afrikanın qərb nöqtəsidir. Yəni Əl-Əbiyyaddan daha qərbdədir Almadi. Ona görə Bakıdan uzaq olacaq. Amma Əl-Əbiyyad Afrikanın şimal ucqar nöqtəsi hardasa bu düşür Aralıq dənizi sahillərinə və Bakıya daha yaxın yerləşəcək. 8. Puna, Peru, Boliviya yaylaları hansı dağlarda yerləşir? Bu 3 yaylanı biz götürürük. Ant dağlarına, Cənubi Amerikada yerləşirlər. Puna, Peru və Boliviya yaylaları. 9-cu sual. Cənubi Amerikanın ən hündür dağ zirvəsi. Cənubi Amerikanın ən hündür dağ zirvəsi Aconcagua zirvəsidir. 6959 metr hündürlüyündə. McKinley Şimali Amerikada, Kilimanjaro Afrikadadır, Çogori Asiyadadır, Mont Blanc da Avropadadır. Keçirik sual 10. Xəritə sxemli işarələnmiş ərazi hansı düzənlikdir? Baxırıq bu Avropa qitəsinin şərq hissəsidir. Bura Qərbi Avropadır. İşarələnmiş ərazi isə Avropanın şərqidir. Burada da böyük Şərqi Avropa düzənliyi yerləşir. 11. Cənubi Amerikada yerləşən dağlıq yaylalar. Cənubi Amerikada yerləşən yaylalar Tibesti Afrika, Dekan Avrasiya,
Darfur, Afrika, Patagoniya və Gviyana yerləşir Cənubi Amerikada. 4-5 Y variantı. Avstraliyada ən yüksək dağ zirvəsi Kosciuszkodur. Böyük su ayrıcı dağlarının zirvəsidir. 2228 metr. Dekan yaylası hansı yarımadada yerləşir? Dekan yaylası Hindistan yarımadasında yerləşən yayladır. 14. Cənub-Qərbi Asiyanın ən böyük ovalığı, Cənub-Qərbi Asiyanın ən böyük ovalığı Mesopotamiya ovalığıdır. Ərəbistan deyə bir ovalıq yoxdur. Ərəbistan yarımadadır. Kür-Araz ovalığı Cənub-Qərbi Asiyada yerləşsə də ən böyük deyil. Turan Mərkəzi Asiyadır, Hindqanq da Cənubi Asiyadır. 15. Qərbi Avropada ən yüksək dağ zirvəsi hansıdır? Qərbi Avropada ən yüksək dağ zirvəsi Alp dağlarının ən hündür nöqtəsi olan Mont Blanc zirvəsidir. Hündürlüyü də 4807 metr. 16. Fəaliyyətdə olan vulkanların aid olduğu müvafiq materiklər. Vezuvi Apennin yarımadasında Avrasiyada yerləşir. Avrasiyada saxlayırıq Avrasiyaları. San Pedro Cənubi Amerikada yerləşir. Qaldı D. Erebus Antarktidada, Kamerun Afrikada. D variantı tamamilə doğrudur. Sonra 17-yə baxaq. Hind-Çin yarımadasında yerləşir. Hind-Çin yarımadasında, bəli, Mekong düzənliyi Hind-Çin yarımadasındadır. Pinatubo vulkanı yerləşir Filippin adalarında. Roka burnu yerləşir Pireneya yarımadasında. Konqo zirvəsi Mərkəzi Asiyadır. Postoy mağarası da Şərqi Avropa, Sloveniyadadır. Doğrusu Balkan yarımadasının şimalına düşür Postoy mağarası. 18. Xəritə sxeməsindən Braziliya yaylasını müəyyən edin. Braziliya yaylası 4 rəqəmli işarələnmiş ərazidir. Deməli, 1 Orinoco ovalığıdır. 2 Gviyana yaylasıdır. 3 Amazon ovalığıdır. 4 Braziliya yaylasıdır. 5 də La Plata ovalığıdır. Oldu bizim cavabımız Braziliya 4. 19. Şərqi Avropa və Qərbi Sibir düzənliklərini bir-birindən ayıran dağlar Ural dağlarıdır. Yerləşir Şərqi Avropa düzənliyi ilə Qərbi Sibir düzənliyinin arasında. Yəni bu Avropa Asiya sərhədi kimi də götürmək olar Uralı. 20. Şərqi Afrikada tektonik qırılma prosesi hansı relyef strukturlarının yaranması səbəb olmuşdur? Şərqi Avropada tektonik qırılma zonası vardır ki, burada tava bir-birindən ayrılır və burada horst və qrabenlər yaranır. Yəni bu formada bir morfostrukturdur. Burada qalxmalar horst adlanır, enmələr isə qraben adlanır. Eyni zamanda qrabende yerləşən göllər də burada üstünlüyü təşkil edir. 21. Şimali Amerikanın ucqar nöqtələri. Baxırıq. Çelüskin Avrasiyadadır. Qalinyas Cənubi Amerikada çıxırıq. Yəni fərqli qitələri gördüm, çıxıram. Merchison Şimali Amerika, şimal nöqtəsi. Mariotto Cənub. Westland, St. Charles hər ikisi Şimali Amerikanın ucqar nöqtəsidir. Oldu C. D-də Parinyas Cənubi Amerika, Y-də Merchison Şimali Amerika olsa da artıq Floriddə pozur. Çünki Florida Cənubi Amerikanın cənub nöqtəsidir. 22. Avropanın ən alçaq nöqtəsi hansı ovalıqda yerləşir? Avropanın ən alçaq nöqtəsi yerləşir Xəzəryanı ovalıqda. Y variantı. 23-ə baxırıq. Xəritə sxeməsinə əsasən yaşıl rəng ilə rənglənmiş əraziyə aid olan xüsusiyyətləri. Bu Şimali Amerika materikidir. Burada da hardasa Kanada və ondan şimalı, eyni zamanda Qrenlandiya yox, Kanada Arktika arxipelaqı burada böyük ehtimal işarələnib. Baxırıq. Dünya okean səviyyəsindən aşağıda yerləşən ərazilərdir. Xeyr, yəni heç də aşağıda yerləşmir. Deməli, Kaynazo yarasında təkrar qırışıqlığa məruz qalan platformanın enən sahələrdir, yanlışdır. Kaynazo erasında 3 dağ fəallaşmağa məruz qalıb. Tianşan Altay səhərin, o da Asiyadadır. Litosfer tavaların divergent sərhədi. Xeyr, burada biz tava sərhədi görmürük. Eol proseslərin intensiv inkişaf etdiyi, xeyr, eol proses olur səhralarda. Bizdə isə artıq Şimali Amerikanın şimalıdır, yəni soyuq ərazilərdir. Y variantı materikin qədim buzlaşmaya məruz qalmış. Bu tamamilə doğrudur Y variantı. Ümumiyyətlə Şimali Amerika və Avrasiyanın şimal hissələri
4-cü dövr buzlaşmasına məruz qalıblar. Bu səbəbdən burada buzlaq relyef formaları, buzlaq mənşəli göllər üstünlük təşkil edir. Hətta bu səbəbdən də materikin sahilləri çox parçalanıb. Yəni əsas səbəb burada buzlaşmaya məruz qalmalarıdır. 24. Nöqtələrin yerinə yazılmalıdır. Amazon, La Plata, Orinoco kimi ovalıqların yaranmasında Cənubi Amerikanın nəhəng çayları böyük rol oynamışdır. Bu alçaq nöqtə hamar relyefə malikdirlər. Əgər ovalığı çay yaradırsa, çay çöküntüləri gətirirsə, biz buna allüvial düzənlik deyirik. Çünki çay çöküntülərindən yaranır. Eol səhralarda, yəni küləyin təsiri ilə qumlu ərazilərdə formalaşır. Deondasiya parçalanma deməkdir. Yəni allüvial isə toplanma nəticəsində, yəni çay çöküntünü gətirir, toplayır əraziyə və ovalıq yaranır. Seysmik düzənliyi əlbəttə ki olmaz, buzlaq mənşəli də deyirlər. 25. Üç işıqlanma qurşağında yerləşən materiklər. Baxırıq. Avrasiya tropik, mülayim və qütb işıqlanma qurşağına düşür, amma Antarktida üçün eyni şey deyə bilmirik. Sonra Avrasiya Şimali Amerikaya baxsaq, həm tropik, həm mülayim, həm də qütb işıqlanma qurşağına düşəcək, hər ikisi doğrudur. Yəni Avstraliya sadəcə tropik və mülayim işıqlanma, iki işıqlanma qurşağıdır. Eyni zamanda Cənubi Amerikada iki işıqlanma qurşağıdır. Ona görə C, D və E variantlarını biz buradan çıxırıq. 26. Çərçivəyə hansı faydalı qazıntı yazılmalıdır? Orinoco ovalığı dünyanın ən zəngin neft ehtiyatlarına mövcud olduğu ərazilərindən biridir. A variantı. 27. Verilmiş əlamətlər hansı düzənliyə aiddir? Cənubi Amerikada yerləşir. Geniş çay dərələrinə və sıx meşə örtüyünə malikdir. Səthi hamardır və çökmə süxurlarla örtülür. Əlbəttə ki, bu Amazon ovalığıdır, amma gəlin digər variantlarda biz təhlil edək. Əgər Cənubi Amerikada deyirsə, Mississippi ovalığı, Meksika yaylası və Colorado platosu olmaz. Çünki bu üçü yerləşir Şimali Amerikada. Və sonra bizə qalır Amazon ovalığı ilə Braziliya yaylası. Bizə nə deyir? Geniş çay dərələri, Amazon çayı yerləşir. Sıx meşə örtüyü, əlbəttə ki, Amazon ovalığı cəngəllikləri ilə, meşələri ilə məşhurdur. Ona görə də Amazon ovalığını götürürük. Həm də ki, səthi hamardır deyir. Braziliya yaylası isə artıq yayla parçalanma nəticəsində yarandığına görə, deondasiya olduğuna görə orada artıq hamar səthdən söhbət gedə bilməz. Amma ovalıqlarda hamar səthdən biz danışa bilərik. 28. Xəritə sxeməsindən polderlərin, fiordların göstərildiyi ərazilər. Polderlər Orta Avropada, Atlantik okean sahillərində əvvəl dənizin dibi olan, sonradan qurudulan ərazilərdir. Buna da əlbəttə ki, baxırıq Orta Avropanın Atlantik okean sahilləri. Niderland məsələn. 2 tamamilə uyğundur. Fiordlar da Şimali Avropada yaranır. Məsələn, Skandinaviya yarımadası, Norveç, İsveç kimi ölkələrdə çox parçalanma nəticəsində yaranır. Əlbəttə ki, Skandinaviyanı göstərən rəqəmi biz götürməliyik. Deməli, 1-ə 2 gedir, 2-yə də 1 gedir. B variantı. 29. Müvafiq olaraq Avropa, Amerika, Asiya və Avstraliya qitələrində yerləşən qədim dağlar. Deməli, Skandinaviya, bəli, Avropanın qədim dağıdır. Appalaç Amerikanın qədim dağıdır. Asiya, Altay Asiyanın qədim dağıdır. Böyük Sualcı Avstraliyanın qədim dağıdır. A variantı tamamilə doğrudur. Digərlərdə məsələn, Pamir cavan dağdır, götürə bilmərik. Apennin cavandır, Ant cavandır, Alpları. Digərdə tamamilə cavan dağlar verildiyinə görə götürə bilmirik. 30. Hansı regionların tektonik fəallığı daha yüksəkdir? Deməli, burada Qərbi Afrika, Şərqi Afrika desəydi olardı. Çünki orada sınma zolağı var. Amma olmaz. Sonra Cənub-Şərqi Asiyada vulkanlar olur, zəlzələ olur. Bəli, olar. Şərqi Avropa platformadı olmaz. Şimali Avropada həmçinin sabit ərazidir. Cənubi Avropa isə, məsələn, Apennin, Balkan və s. orada həm vulkanizm, həm zəlzələlər mövcuddur. Çünki yəni, biz burada götürdük Alp-Himalay geosignal qurşağına daxil olan əraziləri. Oldu bizim cavabımız 2 və 5. Sonra 31-ə baxırıq.
Burada nə deyir? Yəqin ki, deyir ki, çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüş düzənlik. Çaylar görünmür, amma variantlara baxan kimi, yəni mən bilirəm ki, burada allüvial düzənlikdən söhbət gedirsə, əlbəttə ki, böyük Çin düzənliyini götürmək lazımdır. Çünki digərlərində allüvial düzənlik verilməyib. Allüvial düzənlik sadəcə B variantında verildiyinə görə biz onu götürürük. Sonra baxırıq 32-ci suala. Hansı variantda Cənubi Amerikaya aid düzənlik yoxdur? A-da La Plata Cənubi Amerikanındır, götürmədik. B-də Böyük Hövzə, Mississippi mərkəz düzənliyi. Hər üçü Şimali Amerikanın düzənliyidir. Cənubi Amerikaya aid yoxdur. C-də Orinoco Cənubi Amerika, D-də Guyana Cənubi Amerika, E-də Patagonya, yenə Cənubi Amerika. Bizim cavabımız oldu burada B variantı. Keçirik B qrup test tapşırıqları. Sual 33. Deməli, Afrikanın hissələri Yüksək Afrikaya aiddir. Afrikanın cənub və şərq hissələri Yüksək Afrikadır. Şimal və qərb hissələri isə Alçaq Afrikaya aiddir. Bizə lazımdır şərq və cənub. D variantı doğrudur. Yəni şərq və cənubunda yüksək dağlıq yaylalar olsun və ya vulkanlar olsun. Yəni yüksəkliklər cənub və şərq hissəsindədir. Şimal və qərb əsən səhralardır. Sadəcə Atlas dağları var orada. 34. Volqaboyu Dnepryanı Valda yüksəklikləri hansı düzənliyə daxildir? Bu yüksəkliklər yerləşir Şərqi Avropa düzənliyinin daxilində. 35. Cənubi Amerikanın ucqar nöqtələri. Parinyas doğrudur, ucqar qərb nöqtəsi. Cabo Branco doğrudur. Galinyas şimal nöqtə, Flores cənub nöqtə tamamilə doğrudur A variantı. Hər dördü Cənubi Amerikaya aiddir. 36. Ucqar şərq nöqtələri qərb yarımkürəsində yerləşən materiklər. Yəni ucqar şərq nöqtəsi qərb yarımkürəsində yerləşsin. Deməli, Avrasiyanın ucqar şərq nöqtəsi qərb yarımkürəsindədir. Çünki 180 dərəcəli meridian həmin ərazini, yəni Avrasiyanı şərqdən kəsdiyinə görə şərq nöqtəsi düşür qərb yarımkürəsinə. Cənubi Amerika tamamilə qərb yarımkürəsində olduğuna görə, yəni onun bütün nöqtələri qərb yarımkürəsinə düşür. Eyni zamanda Şimali Amerikada, yəni onun bütün nöqtələri qərb yarımkürəsinə düşür. A variantı doğrudur. Məsələn, B-də Afrikanın şərq nöqtəsi şərq yarımkürəsidir. Avstraliya şərqdir. Ona görə olur A variantı. 37. Afrika materikinin ucqar nöqtələri. Ələbiyyat şimal doğrudur. Ümid burnu doğrudur. Ümid burnu yox, iynə burnu. İynə burnu Afrikanın ucqar cənub nöqtəsidir. Ümid burnu deyil. Marakeşdə Avrasiyanın ucqar cənub nöqtəsidir. Yəni Afrikanın deyil. Mərakeş ölkə olaraq Afrikada yerləşdiyi ucqar nöqtə Afrikaya aid deyil. Parinyas Cənubi Amerikaya aiddir. Çıxırıq. Ələbiyyat və Bensekka eynidir. Afrikanın şimal nöqtəsi, İynəburnu cənub nöqtəsi, Rasafın şərq nöqtə, Almadı qərb nöqtə, hər biri doğrudur. D-də Steep Point Avstraliyadır. Baba, Pi, bunlar da Avrasiyaya aid olan nöqtələrdir. Keçirik 38-ə. Deməli, Cənubi Amerikada La Plata ovalığından cənubda yerləşən düzənlik və platoların üstünlük təşkil etdiyi ərazi. Deməli, La Plata ovalığından cənubda yerləşsin və burada düzənlik və platolar üstünlük təşkil etsin. Bu Patagonya yaylasıdır. Xəritə baxsaq da görərsiniz ki, Patagonya yaylası La Plata ovalığından daha cənubda yerləşir. 39. Avropada yerləşən dağlardan hansı orta hündürlüklü dağlar? Orta hündürlüklü dağlar deyəndə, yəni 1000-2000 metr arası, yəni 1000 metrə qədər alçaqdır, 1000-2000 orta hündürlüyü, 2000 plus isə yüksək dağdır. Ural 1895-1200 arası ortadır, Alp hündürdür, Pireney dağları 3000 metrdən yüksək hündürdür, Krım da 1545 metr olmalı, səhv etmirəmsə, Romankoş zirvəsi, o da aiddir orta hündürlüklü dağlara. Bunlar hündürlüyü az olsalar da, deməli, Ural qədim dağdır, Krım isə cavan dağdır. Krım Alp mərhələsində yaranıb. Ural isə Kaledon Hertsində yaranıb. Oldu C variantı. 40-a baxırıq. Cənubi Amerikada yerləşən dağlıq yaylalar.
Braziliya Cənubi Amerika, Kolorado Şimali Amerika olmaz. Meseta Pireneya yarımadası Avrasiya olmaz. Gviyana Cənubi Amerika, Patagoniya Cənubi Amerika, Tibesti Afrika. Bizə cavab oldu 1, 4, 5 A variantı. 41. Asiyanın hündürlüyü daha çox olan dağlarını müəyyən edin. Hündürlüyü baxırıq hansının hündürlüyü daha çoxdur. Qaraqoyum 8611, Pamir 7709, Tian Shan da 7439. Bəli, hündürlüyü. Yəni üçü də deməli hündürlüyü ən yüksək olan dağ digər üçünə nisbətən. Yəni Altay daha az, yəni 4506, Sayan və Pontda yəni hündürlüyü daha az olduğuna görə biz ən hündürləri burada götürürük 4, 5, 6 Y variantı. 42. Ant dağlarında fəaliyyətdə olan vulkanlar. Deməli, o isə Şimali Amerika artıq Kordilyerə düşür deyə götürmürük. Ruiz San Pedro. Ruiz San Pedro hər ikisi Cənubi Amerikada yerləşir. Bəli, hər ikisi Cənubi Amerikada yerləşir, fəaliyyətdədirlər. B doğrudur. Krakatau, Erebus. Krakatau Asiyadır, Erebus Antarktidadır, olmaz. Kilauea Havay adaları, Hekla İslandiya olmaz. Cameron Afrika, Fudziyama Yaponiya, Asiya olmaz. 43. Asiyanın mütləq hündürlüyü daha çox olan dağlarını müəyyən edin. Daha hündürləri biz burada götürməliyik. B-də Qaraqorun, Pamir, Hindukuş, Tian Shan daha hündürdür. Bizim cavabımız olacaq 43-də. B variantı. Yəni digərlərinə baxanda Böyük Xinqan qədim dağda artıq hündürlüyü azdır onun. Və C variantında Pont Tower hündürlükləri o qədər də çox deyil. Sixotalin Verxoyans orta qırışıqlıq daha azdır hündürlükləri. 7 yəni Pribaykali tamamilə aşınmış dağdır. Oldu B variantı. 44-də böyük su harici dağlar hansı geoloji erada yaranmışdır? Böyük su harici dağlar yaranıb Paleozoy erasında. Y variantı. Sonra 45. Uyğunluğu müəyyən edin. Kordilyer dağlarının şərqi, mərkəzi və qərbini uyğunlaşdıraq. Böyük hövzə Kordilyerin mərkəzində yerləşən dağlıq yayladır. Sahil sıra dağları Kordilyerin qərbində yerləşir. Qayalı şərqində yerləşir. Sahil sıra dağları daha cavandır. Alp dağ əmələ gəlməsində yaranıb. Qayalı isə orta qırışıqlıq Kimmeridə yaranıb. Uyğunlaşdıraq. 1-ə C, 2-yə A, 3-ə də B. Oldu 45-də A variantı. 46. Cənubi Avropanın ən böyük düzənliyi Cənubi Avropada Padan ovalığı yerləşir. Digərləri isə Cənubi Avropa regionuna aid deyil. Digərləri Şərqi Avropaya aiddir. 47. Kordilyer dağlarında yerləşən fəaliyyətdə olan vulkanlar. O isə Bataxumulko doğrudur. Digərlərini də təhlil edir. Ruiz San Pedro Cənubi Amerikada, Kilimanjaro Afrika, Hekla İslandiya, Vezuvi Etna-Eriksi Avropa, Fudziyama Asiya, Yaponiya, Erebusda Antarktida. A variantı bizim cavabımızdır. 48. Klasteri tamamlayın. Afrikanın cənubunda yerləşən Hamar platodur. Zəncirvari şəkildə yerləşmiş qum düyunları. Deməli, səhra istəyir də bizdən qum düyunları var burada. Cad, Namibiya, Botswana ərazisində yerləşir. Əlbəttə ki, Kalahari platosu olacaqdır. Çünki yəni burada biz Kap dağını götürə bilmərik. Çünki bizdən qum düyunu istəyir. Ümumiyyətlə, Kalahari ən böyük ən hündür düyünün yarandığı ərazilər, ən çox qum toplanan ərazilərdir. Kap dağları olmaz əlbəttə ki və dağlıq yaylaları götürə bilmərik biz. Konqodakı ovalıqda götürə bilmərik. Kalahari platosu tamamilə uyğundur. 49-la davam edirik. Ucqar nöqtələri bizdən istəyir. Florida Cənubi Amerikanın ucqar cənub nöqtəsidir. Heç birində yoxdur. York Avstraliyaya aiddir. 3-ə 2 gedir. Almadi Afrikaya aiddir. 2-yə 3 gedir. Mariato Şimali Amerikaya gedir. O da 4. 1-ə də 4. Parinyas Cənubi Amerikada götürmürük. Oldu 1-ə 4. 2-yə 3, 3-ə 2 B variantı. 50. Xəritə sxemasından yaylaları müəyyən edin. Bayaq da Cənubi Amerikanın kontur xəritəsində qeyd etmişdik. Bir ovalıq. Başlayırıq ovalıqdan. Orinoco ovalığıdır bu.
Ona görə götürmürük, yayla istəyir. 2 Gviana yaylasıdır, götürürük. 3 Amazon ovalığıdır, götürmürük. 4 Braziliya yaylasıdır, götürürük. 5 La Plata ovalığıdır. Aha, götürmürük. Bizdə oldu 2, 4 Gviana və Braziliya yaylaları. (51) Niderlandın xəritə sxemindəki okean səviyyəsindən aşağıda yerləşən əvvəllər dənizin dibi olmuş ərazilər polderlər adlanır. Polderlər yadda saxlayırıq ki, əvvəllər dənizin dibi olan, sonra qurudulan ərazilərdir. Orta Avropada yerləşir. Hündürlüyü 8000 metrdən çox olan dağ zirvəsi baxırıq Çokori 8611 metr. Bu olur bizim cavabımız. Sonra 53. Daha az saat qurşaqlarında yerləşən materiklər. Deməli, baxırıq. Yəni, daha ensiz olanları əlbəttə ki, götürməliyik. Avrasiya və Şimali Amerika. Avrasiya qərbdən şərqə böyük məsafədə uzanıb deyə daha çox saat qurşağıdır. Antarktida bütün saat qurşaqlarında yerləşir. Çünki bütün meridianlar qütblərdə birləşdiyinə görə Antarktida bütün saat qurşaqlarında yerləşir. Cənubi Amerika, Avstraliya. Cənubi Amerika, Avstraliya nisbətən digərlərinə görə daha az saat qurşağında yerləşir. Qalsın biz digərlərinə də baxaq. D-də Antarktidanı çıxırıq. 7 Avstraliya və Afrika. Deməli, burada Afrikaya baxsaq, Afrika digərlərinə görə daha çox saat qurşağında yerləşir. Ona görə də biz burada Afrikanı yox, Cənubi Amerika və Avstraliyanı götürməliyik. 54. Verilmiş fikirlərdən neçəsi Afrika materiki üçün səciyyə bilir? Lavrasiyaya aid olub, yanlışdır, Gondvanaya aid olub. Şimal-qərbində cavan Atlas dağları yerləşir, tamamilə doğrudur. Səhralarında eol relyef formaları doğrudur. Cənubda buzlaq relyef formaları, Afrikada buzlaq relyef formasından söhbət gedə bilməz. Əlbəttə ki, hələ ki cənubunda. Şərq hissəsində litosfer tavaları aralandığına görə sınma zonası tamamilə doğrudur. Şərq Afrika sınması. Burada deməli 5 fikirdən 3-ü doğru oldu. C variantı. Sonra 55. Avrasiyanın ucqar şimal, cənub, şərq və qərb nöqtələrinin yerləşdiyi yarımadalar. Ucqar şimal nöqtəsi Çelüskin burnu yerləşir Taymır yarımadası. Burada qalır C və D. Sonra ucqar cənub Pi burnu yerləşir Malakkada. Şərq nöqtəsi Dejinyev burnu Çukot yarımadası. Qərb nöqtəsi Roka burnu da Piriney yarımadası. Yəni D variantı burada tamamilə doğrudur. 56-ya baxırıq. Uyğunluğu müəyyən edin. Dağları materiklərə görə uyğunlaşdırırıq. Skotalin Avrasiyada da yerləşir. Sahil silsiləsi dedikdə Kordilyerin qərbinə aid olan sahil silsiləsinə də tutulur. Bu da Şimali Amerikaya aiddir. Böyük su ayırıcı Avstraliyaya aiddir. Atlas da Afrikaya aiddir. Yəni A yerinə burada 1 yazım. Deməli 1-ə 1, 2-yə 4, 3-ə 3, 4-ə 2 C variantı. Filippin adalarında yerləşən vulkan Bardarbunga İslandiya, Pinatubo Filippin, Eyjafjallajökull İslandiya, Semir İndoneziyada yerləşir, Krakatau da İndoneziyada yerləşir. 58. Avstraliyanın ucqar nöqtələri. York doğrudur. İynəburnu Afrikanındır. Byron doğrudur. Galinas Cənubi Amerikaya aiddir. Steep Point doğrudur. Marietta Şimali Amerikaya aiddir. Murchison Şimali Amerikaya aiddir. York, Cənub-Şərq, Byron, Steep Point hər biri Avstraliyanın ucqar nöqtələridir. 59. Kordilyer dağlarının yenə də qərbi mərkəzi şərqi. Qayalı dağlar Kimmerdə yaranıb. Qayalı dağlar şərqindədir. Kaskad dağları sahil silsiləsinə biz kaskad silsiləsi deyə bilərik. Yerləşir qərbdə. Kolorado platosu da böyük hövzə kimi mərkəzidə yerləşir. 1-ə B, 2-yə C, 3-ə A, Y variantı. Şimali Avropada yerləşir. Qalxapiken dağı Skandinaviya. Yəni Şimali Avropa deyəndə diqqətimizi veririk Skandinaviya yarımadasına. Sognefjord Norveç, Sappa-Selkaya Morentirəsi Finlandiya. 1, 2, 3 doğrudur. Sudet dağları da Orta Avropa, Valda yüksəkliyi, Şərqi Avropa, Tufan çökəkliyi artıq Asiyadır. Avstraliyanın mərkəzi hissəsində yerləşir. Qırmızı qumlarla, söhbət Ulurudan gedir onda. Qırmızı qumlarla örtüldür. Maksimal hündürlüyü 348 metrdir. Maksimal deyəndə yəni bu
Yəni maksimal hündürlük deyəndə, yəni 348 onun nisbi hündürlükdə əslində. Yəni burada söhbət Ulurudan gedir. Avstraliyanın mərkəzində qırmızı qumlarla örtülü bir massivdir. Yəni onu Azərbaycanda Qobustanla oxşadırlar ki, üzərində qayaüstü təsvirlər olduğuna görə. 62-yə baxırıq. Xəritə sxemdə şərti işarələrə əsasən faydalı qazıntılardan hansının hasilat rayonlarının doğru verildiyi sıranı müəyyən edin. Baxırıq A-da. Boksit verilib. Bu. Boksit doğrudur. Fosforit Atlas dağları doğrudur. Misdə hardasa, yəni düşür də ekvatoriyalar. Nisbətən doğrudur, bəli. Olar. Və yalnız fosforit deyil əlbəttə ki. Digərləri də doğrudur. Daş, kömür, neft cənubda verib, əksinə neft yəni burada verilməli idi. Neftlər yanlışdır. D-də qızılı da verib, harda Somalidə yanlışdır. Yanlışdır, qızılı gərək cənubda verəydi. Burada bizim tam doğru cavabımız olur A variantı. Materiklərin ucqar nöqtələrini şimaldan cənuba gedirik. Baxaq, iynə burnu, Qalinyas, cənub-şərq, Florid və York burunları bizə verilib. Qalinyasdan başlamalıyıq. Cənubi Amerikanın şimal nöqtəsindən başlayırıq. Sonra baxaq burada. İynə burnu daha cənubda. Sonra York, yəni şimal burunlarından başlayaq. Sonra York Avstraliyanın şimal burnudur. Qaldı 3-ü. Bunlardan ən cənubda yerləşəcək Florid. Cənubi Amerikanın ucqar cənubu daha aşağıya düşür deyə. İynə burnu ilə cənub-şərq arasından da biz birinci iynə burnunu götürməliyik. Çünki cənub-şərq daha cənubdadır. İynə burnu, sonra cənub-şərq. Necə oldu? 2, 5, 1, 3, 4 Y variantı oldu. Afrikanın cənubunda yerləşən Hamar plato, Kalahari Afrikanın cənubundadır. McDonnell Avstraliya, Uluru Avstraliya, Sierra Madre Şimali Amerika, Kaskad Şimali Amerika. 65-ci suala baxırıq. Avrasiya materiki haqqında doğru olmayan fikir hansıdır? Materikin cənubunda Hind okeanı sahillərində Şixotalin dağları yerləşir. Bu əlbəttə ki, yanlış fikir. Çünki Şixotalin dağları materikin şərqində Sakit okean sahillərində yerləşir. Sakit okean desəydi, həm də ki şərqində olardı, amma yəni belə səhvdir. Digərdə şimalda parçalanma çoxdur, bəli. Bütün qırışıqlıq, bəli, qədim, orta, yeni qırışıqlıq hər biri var. Cənubunda Gondvana aid quru parçası Hindistandan söhbət gedir, doğrudur. Həm Hindistan, həm Ərəbistan Gondvanadan ayrılıb. Cənub-şərqi Qalay Wolfram tamamilə doğrudur. 66-ya baxırıq. Rusiya Federasiyasının ucqar cənub nöqtəsi. Baxaq, Beluxa zirvəsi Altay, o Rusiya daxilindədir. Bazardücü Qafqaz dağları. Bazardücü zirvəsi Azərbaycanda, yəni Qafqaz dağlarının ən hündür zirvəsidir, amma Rusiya ilə sərhəddədir. Ümumiyyətlə Bazardücü Rusiya ilə sərhəddədir. Baxaq, yəni Tordok, yəni Şixotalin cənub deyil ümumiyyətlə, yəni şərqində yerləşir. Sayan dağlar da Rusiyadadır. Burada Verxoyansk da, yəni şimaldadır, cənubda deyil. Yəni biz burada 5 variantdan ən cənubda olanı götürsək, Bazardüzünü götürərik. Bazardüzü ümumiyyətlə, yəni sırf Rusiyanın tərkibində deyil, Rusiya ilə Azərbaycan arasında sərhəddir Bazardüzü. 67. Xəritə sxemasından fiordların mövcud olduğu əraziləri müəyyən edin. Fiord nədir? Fiordlar kəskin parçalanmış, ensiz dar körfəzlərdir. Xüsusilə bunun yaranmasına, yəni buzlaqların təsiri, ekspresiya təsir göstərir. Yəni bu sxemdə tam rəqəmlər bilinməsə, dərslikdə baxsaz görərsiniz ki, fiord əslən Skandinaviyada yaranıb. Bu dərslik yox. Coğrafiya güvən vəsaitində, test vəsaitində 2 ilə işarə olunub bura. Səhv etmirəmsə, ya 2 ya da 4. Sonra bir bura işarə olunub. Ya 2 ya da 4, ikisindən biridir. Deməli, Cənubi Amerikanın Çili sahilləri. Cənubi Amerikanın Çili sahillərində biz fiordlara götürürük. Çünki orada kəskin parçalanmış ensiz dar körfəzlər var.
Bir də birlə işarə olunmuş Şimali Amerikanın qərbində də kəskin parçalanma olduğuna görə biz onları götürürük. Olur 1, 2, 4. 68. Ant dağlarında Boliviya və Çili sərhədində yerləşən iqlimi quraq olan yüksək dağlar söhbət altiplanodan gedir. Boliviya və Çili sərhədində yerləşən dağlıq yayladır. Sonra Ant dağları və Gviana yaylası ilə əhatə olunan ovalıq. Deməli, Ant dağları ilə əhatə olunub. Bir də Gviana yaylası ilə əhatə olunub. Deməli, Mississippi Şimali Amerika, Meksika yanı Şimali Amerika, La Plata Cənubi Amerika olsa da Ant dağları və Gviana ilə əhatə olunmayıb. La Plata daha cənubda yerləşir. Hindqang Asiyadır. Orinoco isə doğrudur. Yəni şimalda bir tərəfdən qərbində Ant dağlarıdır, digər tərəfində isə Gviana yaylasıdır. Hansı vulkan Avropada yerləşir? San Pedro Cənubi Amerika, Orizaba Şimali Amerika, Kilimanjaro Afrika, Kamerun Afrika, Hekla isə İslandiyada, yəni Avropada yerləşən vulkandır. Colorado platosu hansı dağlarda yerləşir? Colorado platosu Kordilyer dağlarının mərkəzində yerləşən dağlıq platodur. Hansı ucqar nöqtə Afrika materikinə aiddir? Piyay Asiya, Cənub Avrasiyanın və ya Dejnyov Avrasiya şərq. Almadi, bəli, Afrikanın ucqar qərbidir. Çelyuskin də Avrasiyadır. Uels şahzadəsi də Şimali Amerikaya aiddir. 73. Cənubi Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Aconcagua dağıdır, doğrudur 6959. Şərq sahil boyunda fəal vulkanizm var, yanlışdır. Qərb desəydi, bəli, qərbi daha fəaldır, amma şərqi yox. Geoloji keçmişdə qədim Gondwana quyusuna aid olub, doğrudur. Sahəsinə görə Şimali Amerika materikindən böyükdür, yanlışdır. Şimali Amerika daha böyükdür. Yəni Şimali Amerika 24, bu isə artıq 17.8-dir, kiçikdir. 3 yarımkürə doğrudur. Tamamilə qərb və şimal-cənub yarımkürələrində yerləşir. Ekvator və 180 dərəcəli meridianla kəsişir. Ekvatorla kəsişsə də 180 ilə kəsişmir. Bizdə oldu 1, 3, 5 C variantı. Hansı vulkan Afrikada yerləşir? Kilimanjaro Afrikada yerləşir. Orizaba Şimali Amerika, Etna Avropa, Vezuvi Avropa, Hekla Avropa. %75. Avstraliya materiki haqqında doğru fikirlər. Ən uca zirvəsi Kosciuszko dağıdır. Doğrudur. Şərq hissəsində cavan dağlar yanlışdır. Şərq hissəsində qədim böyük su harici dağlar yerləşir. Onlar qədimdilər. Geoloji keçmişdə Gondwana aid olub, doğrudur. Sahəsinə görə yalnız Antarktida materikindən böyükdür. Xeyr, Avstraliyanın kiçik materikdir. 2 yarımkürə doğrudur, cənub və şərq. Sönmüş və fəaliyyətdə olan vulkanlar, xeyr, Avstraliyada yoxdur. 1, 3, 5 C variantı. 76. Hansı ucqar nöqtə Afrikaya aiddir? Parinyas Cənubi Amerika, St. Charles Şimali Amerika, Avrasiya, York Avstraliya, Çelyuskin Avrasiya, İğnəburnu Afrikanın ucqar cənub nöqtəsidir. 77. Xəritə sxeması Mesopotamiya ovalığını müəyyən edin. Baxırıq Cənub-Qərbi Asiyaya. Mesopotamiya Cənub-Qərbi Asiyada Dəzlə və Fəratın İran körfəzinə töküldüyü ərazi 3 rəqəmi ilə işarələnib oldu. C variantı. Sonra 78. Afrikada yerləşən vulkanlar: Orizaba Şimali Amerika, San Pedro Cənubi Amerika, Vezuvi Avropa, Pinatubo Asiya, Kamerun, Kilimanjaro hər ikisi Afrikada yerləşir. Hansı horz Şərqi Afrika sınma zonasında yerləşir? Ruvenzori horzu. Yadda saxlayırıq. Ruvenzori horzu Şərqi Afrika sınmasında yerləşir. Avstraliya materikinin burunlarından deyil. Cənub-şərq doğrudur. Steep Point doğrudur. Byron doğrudur. York doğrudur. St. Charles Şimali Amerikaya aiddir. Avrasiya materikinin burunlarından deyil. Roka doğrudur. Qərb. Dejnyov doğrudur. Şərq. Çelyuskin şimal. Almadi yanlışdır. Almadi Afrikanın burnudur. Piyayda doğrudur cənub. 82. Avrasiyanın ucqar qərb və şərq nöqtələri üçün oxşar xüsusiyyət.
Seismik cəhətdən sabit olan yarımadalarda yerləşirlər. Qərb nöqtəsi Pireney, Cənubi Avropa seismikdir. Sabit deyil. Yanlışdır. Günəş ildə 2 dəfə zenitdə olur. Xeyr, qətiyyən heç birində günəş zenitdə olmur. Platforma sahəsində yerləşirlər. Ucqar qərb nöqtəsi Rokaburnu, Pireney yarımadası platformada yerləşmir. Göz siqnalda yerləşir. Greenwich meridianı ilə aralarındakı ən qısa məsafə eynidir. Xeyr, Greenwich-ə qərb Rokaburnu yaxındır. Amma şərq Dejnev burnu çox uzaqdır. Qərb yarımkürəsində, bəli, hər ikisi qərb yarımkürəsində yerləşirlər. Pireney yarımadasında Rokada qərbdədir. Şərqi nəyə görə qərbə götürülür? Yəni Avrasiyanın ucqar şərq nöqtəsi Dejnev burnu 180 dərəcəli meridianı keçdiyinə görə artıq qərb yarımkürəsi hesab edilir. Deməli 83-ə baxırıq. Hansı ucqar nöqtə? Hansını deyir? Yəqin ki, Avrasiya materikini deyir. Böyük ehtimal Avrasiya materikini deyirsə, Pi burnu Avrasiya materikinə aiddir. Kaburanko Cənubi Amerika, Almadi Afrika, Bayron Avstraliya, US şəsədəsi də Şimali Amerikanın ucqar nöqtəsidir. Sonra 84 Şimali Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Aconcagua, bu Cənubi Amerikaya aiddir. Qərb hissəsində faal vulkanizm müşahidə olunur. Tamamilə doğrudur. Qərbi faaldır. Geoloji keçmişdə Lavrasiyaya aid olub. Doğrudur. Buzlaq mənşəli relyef formalarına rast gəlinir, yoxsa gəlinmir? Gəlinmir deyir deyəsən, amma əslində gəlinir, yanlışdır. 3 yarımkürə, xeyr, 2 yarımkürədir, şimal və qərb. Şərq hissəsində qədim Appalaç dağları tamamilə doğrudur. Şimali Amerikanın şərqində qədim Appalaç dağları yerləşir. 2, 3, 6 oldu 84-də A variantı. 85-ci sual. Avropada yerləşən vulkanlar, Orizaba Şimali Amerikada yerləşir. San Pedro Cənubi Amerika. Vezuvi, Etna hər ikisi Avropa. Vezuvi Apennin yarımadasıdır. Etna Siciliya hər ikisi İtaliyanın ərazisindədir. Avropadadırlar. Kamerun Afrika, Erebus Antarktida getdi. 86. Ekvator xətti ilə kəsişən obyektlər. Ornoqa Hindqan kəsmir. Şərqi Afrika yaylası Ant dağları. Deməli, Şərqi Afrika Ant dağları hər ikisini koordinir, kəsir. Amazon dekanı kəsmir, Tibetini kəsmir, əjdahanı kəsmir. Oldu B. 87 Avropanın dağlarından hansı daha qərbdə yerləşir? Baxaq. Pireney, Karpat, Krım, Alp, Skandinaviya. Bunlardan ən qərbdə Pireney yerləşir. Pireney yarımadasında Pireney dağları yerləşir. Sonra 88. Doğru sıra. Dəmavənd, Anadolu yaylası. Dəmavənd İrandadır. Anadolu yaylasında Ağrıdağdır. Montampele Martinika fəaliyyətdə olan tamamilə doğrudur. Erebus deməli Elsuert dağları və sönmüş vulkan olaraq verib bizə. Baxırıq. Xeyr, yanlışdır. Erebus fəaliyyətdə deyil. Cotopaxi Ant dağları fəaliyyətdə olan problem yoxdur. Ruapehu Yava adası sönmüş. Ruapehu Yeni Zelandiyadır. Yavada deyil, olmaz. Pinatubo, Filippin fəaliyyətdə olan doğrudur. 2, 4, 6 oldu. B variantı. 89-a baxaq. Şərqi Afrikaya aiddir. Burada litosfer havaları aralanır. Onlar arasında məsafə artır. Doğrudur. Afrika platformasının ən böyük əyilmə zonası olub. Daxili hissələrində yerləşən pilləli qırılıb düşmələrdə xeyli sayda şəlalə və astanalar vardır. Platformanın ən böyük əyilmə zonası xeyr, sınma zonasıdır, bu olmaz. Seismik faallığın yüksək olması ilə yeni qırışıq bəlli, doğrudur. Mütləq hündürlüyünə görə yalnız Atlas dağlarından geri qalır. Yanlışdır, bunlar Şərqi Afrika Atlasdan da hündürdür. Bu zona Orta Okean sıra dağlarının mərkəzi ox zonalarına oxşuyur. Doğrudur, eyni formada parçalanma var. Tanzaniya və Kenya respublikaları yerləşir. Deməli, Tanzaniya və Kenya xeyr. Tanzaniya və Kenya ərazisinə düşmürlər. Ona görə də 6 yanlışdır. Birdə oldu 1, 3, 5, B variantı.
90. McDonnell və Hammersli dağları üçün ümumi xüsusiyyət. Bunlar yerləşir harda? Avstraliyada. Sakit Okean odlu halqasında yerləşilir. Xeyr, bunlar sabitdirlər. Odlu halqada deyirlər. Aid olduğu materikin şərq sahilləri boyunca yanlışdır. Şərqdə artıq böyük su ayrıcıdır. Alp Himalayın ən qərbi, əlaqəsi yoxdur Alp Himalayla. İki ölkə sərhədində Avstraliyada bir ölkə var. Avstraliya İttifaqı iki ölkədən söhbət gedə bilməz. Cənub yarımkürəsində doğrudur. Yəni ümumiyyətlə hər ikisi Avstraliya materikinin özü də tamamilə Cənub yarımkürəsində yerləşir. Eyler-Venn diaqramının köməyi ilə uyğun ucqar nöqtələri, burunları müəyyən edin. Deməli, baxırıq. Materikin ucqar qərb nöqtəsidir. Və birə nə gedir? Birə gedir ki, cənub və qərb yarımkürələrində yerləşir. Cənub və qərb yarımkürəsi deyirsə, bu olacaq hara? Bu olacaq Cənubi Amerikanın ucqar ya cənub nöqtəsi. Yəni cənub nöqtəsi, bəli, böyük ehtimal. Cənub və qərb. Cənub nöqtəsi də olar. Ucqar şərq nöqtəsi. Yəni ümumiyyətlə Cənubi Amerikanın ucqar nöqtəsidir 1. Bir bilək ki, Cənubi Amerikanın ucqar nöqtəsidir. Yəni birə ya 1 gedər, ya da 4 gedər. Birə ya 1 gedər, ya 4 gedər. Deyə baxaq. Günəşin zenitdə olması müşahidə olunur. Günəşin zenitdə olması müşahidə olunur. Sonra 2-də B-dir. İkinci ucqar nöqtə şimal və qərb yarımkürələrində yerləşir. Şimal və qərb yarımkürəsi deyirsə 2-də. Yəni biz artıq 1 və 4 1-ə getdi axı. Qaldı 2, 3, 5-dən biri. Şimal və qərb deyirsə, məsələn, Bayron cənub yarımkürəsidir. Almadi də. Almadi qərb, şimal qərb, Roka. Roka ilə Almadi qalsın. Ada nə deyir? Materikin ucqar qərb nöqtəsidir. Materikin ucqar qərb nöqtəsidir. Deməli, bizdə 1-ə ya 1 gedər, ya 4 gedər. Burada nə qaldı? Ya 3 qaldı, ya da 5 qaldı. Variantlara baxırıq. 1 ya 4. 1 ilə 4, yəni 2-yə 4 getmir. Anda çıxıram. Deməli, 2-yə burada C və Y variantlarından sırf 3-ü qoyub. İndi biz 2-ni təyin. C və Y-dən doğru cavabı seçməliyik. Deməli, mərkəzə A gedir. A, materikin ucqar qərb nöqtəsidir. 1-ə baxıram, 1-də 4-ə baxıram. Cabo Branco ucqar şərq nöqtəsi olduğuna görə C-ni də götürə bilmərəm. Amma Parinas ucqar qərb nöqtəsi olduğuna görə Y variantını götürürük. Sonra 92. Hammersli və McDonnell-a aid olan doğru fikir. Kainatoida faallaşıblar, xeyr. Tianşan Altay səyən faallaşıb. Ən qədim qırışıqlıqdan daha əvvəl yaranıb. Bu tamamilə doğrudur. McDonnell və Hammersli aiddir Baykaldan əvvəlki dağəmələ gəlməyə. Ona görə ən qədimdən də əvvəldir. Peren və daş kömür deyil. Avstraliyanın şərqində deyil. Su ayrıcı ilə eyni yaşda deyirlər. Daha qədimdirlər. 93. Böyük su ayrıcı ilə McDonnell-in müqayisəsində deməli 2000 metrdən çoxdur. Yanlışdır. Baykalda yaranıblar. Xeyr, böyük su ayrıcı paleozoidu. McDonnell Baykaldan əvvəlki. Moren təpə və tirələrinə rast gəlinir. Yanlışdır. Zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda doğrudur. Hər ikisi zəlzələ və müasir dağ əmələ gəlmədən kənarda yerləşirlər. Sabit ərazidə yerləşirlər. 94. Relief xüsusiyyətlərinə görə iki regiona ayrılan Afrika materikinin Hündür Afrikasına aid olmayan. Hündür hansıydı? Cənubi və şərqi. Darfur massivi alçaq Afrikaya aiddir elə. Yəni Darfur hündürə aid deyil. Digərlərinə bax. Efiopiya hündürə aiddir. Kap cənubda hündür Afrikada, Əjdaha da hündür Afrikada. Kalahari platosu da cənubda hündür Afrikaya aiddir. Burada oldu A variantı. Açıq tipli tapşırıqlara keçdik. 95. Xətti sxemasından hündür və alçaq Afrikaya uyğun gələn əraziləri müəyyən edin. 1 rəqəmi ilə göstərilib alçaq Afrikadır. 2 rəqəmi ilə göstərilənlərsə hündür Afrikaya aiddir. Deməli 1, yəni alçaq Afrikaya aiddir. Deməli Atlas dağları, Əhəqqar yaylası və Çad çökəkliyi.
2 Hündür Afrikaya isə aiddir. Şərqi Afrika yaylası ilə Efiopiya yaylası. 1-ə CDY, 2-yə A və B. 96 uyğunluğu müəyyən edirik. Cənubi Amerika, Afrika və Avstraliya. Parinyas Cənubi Amerika. York Avstraliya. İynəburnu Afrikaya gedir. Almadi Afrikaya gedir. Cabo Branco Cənubi Amerikaya. 1-ə AY, 2-yə CD, 3-ə B. 97 uyğunluğu müəyyən edirik. Avstraliya bölünüb 3 hissəyə, qərbi, mərkəzi və şərqi Avstraliya. Böyük su ayrıcı, yəni biz də qeyd edirik, yəni 1 qərbidir, 2 mərkəzi, 3 şərqi. Böyük su ayrıcı dağlar aiddir şərqi Avstraliyaya. McDonald dağları aiddir mərkəzi Avstraliyaya. Qərbi Avstraliya yaylası deməli aiddir hara? Qərbi Avstraliyaya. Mərkəzi ovalıq aiddir deməli şərqi Avstraliyaya. Uluru da aiddir mərkəzi Avstraliyaya. Oldu 1-ə C, 2-yə B-yə, 3-ə A, D. 98 doğru fikirlər. Paleozoyda Helsin qırışıqlığı olub, doğrudur. Ural dağı yaranıb, doğrudur. Bu da Avrasiyada yerləşir, bir doğrudur. Mezozoyda Kaledodan qırışıqlığı olmayıb. Mezozoyda Kimmer olub, 2 səhvdir. Kaynozoy Alp dağ əmələ gəlməsi olub, Ant dağları yaranıb, bu da Cənubi Amerikada yerləşir, doğrudur. Paleozoyda Kimmeri olmayıb, yanlışdır. Kaynozoyda Kaledodan xeyr Alp olub. Burada cavab olur 1 və 3. 99. Kordilyer dağlarının hissələrinə uyğun qeyd etməli. Deməli, 1 olur qərbi Kordilyer, 2 mərkəzi, 3 də şərqi Kordilyer. Kaskad dağları yerləşir qərbi Kordilyerdə. Sonra qayalı dağlar şərqi Kordilyer, böyük hövzə mərkəzi Kordilyer, sahil sıra dağları qərbi Kordilyer, Koloradoda mərkəzi Kordilyer. 1-ə AD, 2-yə C-yə, 3-ə B. 100. Uyğunluğu müəyyən edin. Ölüm dərəsi, Ölü dənizin səviyyəsi Assal gölü. Ölüm dərəsi Şimali Amerikadadır. Ölü dəniz Avrasiyadadır. Assal gölü də hardadır? Afrikadadır. 1-ə A, 2-yə D, 3-ə də B. 101. Mənim Avrasiya, Şimali Amerika, Cənubi Amerika uyğunlaşdırırıq. Matterhorn zirvəsi Avrasiyadadır, Avropa Alp dağları. Altiplano Cənubi Amerikadadır. Böyük kanyon Şimali Amerikadadır. Postoyon mağarası Avrasiyadadır. Sierra Madre də Kordilyerin cənubu Şimali Amerika. 1 AD, 2 CY, 3 də B. 102. Uyğun sıraları müəyyən edək. Cavan dağlarda yerləşən zirvələr. Mitchell Appalaçındır, qədimdir. Matterhorn Alpındır, cavandır. Dəmavəndəki deməli sönmüş vulkandır. Sönmüş vulkandır. Amma deməli Alp mərhələsinə aiddir. Sönmüş olsa da nə vaxt fəallaşıb? Alp Himalaya geosignalına aiddir. Onda cavan dağ hesab olunurdu. Əlbəttə ki, onu götürməliyik biz. Dəmavənd sönmüş vulkan olsa da Kaynozoyda baş verir proses. Sonra qədim dağlarda yerləşən zirvələr. Qalxapikyan Skandinaviya qədimdir. Çogori Qaraqorum dağlarının cavandır. Kongurdakı Pamerin zirvəsi cavandır. Burada olur 2, 3 və 4. Sonra 103. Cənubi Amerikanın relyefi ilə bağlı xüsusiyyətlərdən hansıları doğrudur? Braziliya və Qviyana yaylaları qədim dağ sistemlərinin qalqılarıdır. Doğru fikirdir. Kəllə-Qənd Braziliya yaylasında aşınma nəticəsində yaranan relyef forması doğrudur. Patagoniya yüksəklik və platoların üstünlüyü təşkil etdiyi regiondur. Deməli, doğrudur. La Plato ovalığı subduksiya nəticəsində yaranıb. Xeyr, subduksiya materikin qərbi çərçivəvidir. La Plato şərqdədir. Bu proses doğru deyil. Altiplano Amazon ovalığının mərkəzi hissəsində yerləşən yanlışdır. Altiplano yerləşir Ant dağlarında, Boliviya və Çili sərhədində. Sonra Tepuilər Ant dağlarının yüksək sahələrində yerləşən buzlaqla örtülü. Xeyr, Tepu Qviyana yaylasında yerləşən masavari dağlardır. Burada doğrular oldu. 1, 2 və 3. 104. Eyler-Venn diaqramına əsasən uyğunluq. Mariato burnu, Galinas burnu.
Deməli, Şimali Amerikanın ucqar cənub nöqtəsi. Şimali Amerikanın ucqar cənub nöqtəsi Mariatodur. Sonra tropik işıqlanma qurşağında yerləşir. Tropik Mariato, Galinyas hər ikisi tropik işıqlanma qurşağında yerləşir. Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Galinyas burnu. Şimal və qərb yarımkürələrində yerləşir. Hər ikisi şimal və qərb yarımkürələrində yerləşir. Cənubi Amerikanın ucqar qərb nöqtəsidir. Heç biri. Cənubi Amerikanın ucqar qərb nöqtəsi Parinyasdır. Deməli, 1-ə A, 2-yə C, 3-ə B-dir. 105. Eol relyef formalarının üstünlüyü təşkil etdiyi ərazilərdə yerləşir. Yəni, səhralıqlarda yerləşənləri biz burada götürməliyik əlbəttə ki. Əhəqqar yaylası böyük səhra daxilindədir. Götürürük. Tibesidə həmçinin götürürük. Kars platosu Cənubi Avropa, orada eol prosesi yox, Kars prosesi gedir. Darfur da həmçinin, ümumiyyətlə Əhəqqar, Tibesi, Darfur, Afrika, Şimali Afrikada yerləşirlər. Sudet dağları Avropadadır, Valday da Şərqi Avropada aid deyil. Burada oldu 1, 2, 4. Sonra uyğunluq, Karpat və Alp dağları. Ən hündür nöqtəsi Gerlachovski Yeşet zirvəsidir. Karpatın ən hündür zirvəsi Gerlachovski Yeşetdir. Cavan dağdır, hər ikisi cavandır. Ən hündür zirvəsi 4000 metrdən yüksəkdir. Alpda 4807-dir, Karpatda 2665 metrdir. Deməli, Kalyodon qırışıqlığında heç biri aid deyil. Qərbi Avropada yerləşir. Hər ikisi Qərbi Avropada yerləşir. Deməli, burada oldu 106-da A, 1-ə A, 2-yə C, 3-ə də B, Y. Sonra 107. Şimali Amerikanın vulkanlarını istəyir. Kolima doğrudur. Erebus Antarktida, San Pedro Cənubi Amerika, Momotombo doğrudur. Popocatépetl doğrudur. Ruapehu Yeni Zellandiya. 1, 4, 5 Şimali Amerikanın vulkanlarıdır. 108-ə baxaq. Xəritə sxeməsindən cavan dağların yerləşdiyi ərazilər. Bir Skandinaviya qədim dağdır, götürə bilmirik. 2 Böyük Britaniyanı göstərir, orada cavan dağ yoxdur. Qədim Grampian dağları var, götürə bilmərik. 3 Alp dağlardır, götürürük. 4 Əndəlüs cavan dağdır, götürürük. 5 də cavan Apennin dağlarını götürürük. Deməli, bizim burada cavabımız olur 3, 4, 5. Sonra fiord tipli sahillərin mövcud olduğu əraziləri müəyyən edin. Avropada fiord deyirsə, biz götürürük Şimali Avropanı, yəni 1 və 2-ni. 110. Uyğun sıraların müəyyən fəaliyyətdə olan və sönmüş. Krakatau fəaliyyətdədir, Kazbek sönüb, Mauna Kea fəaliyyətdədir. Vezuvi sönmüyüb, götürə bilmirik. Etna sönmüyüb, Chimborazo sönüb deyə götürürük. Burada olur nə? 1, 3 və 6. 111. Doğru sıraları seçin. Mont Blanc Alp dağlarının zirvəsi doğrudur. Miscel Appalaçın zirvəsi deməli doğrudur. Qalxapikken Karpatın yox, Skandinaviyanın zirvəsi yanlış. Kongur Pamirin zirvəsi doğrudur. Elbrus Uralın yox, Qafqazın zirvəsidir. Çogori Tianshan yox, Karakorum dağlarının zirvəsidir. Burada oldu nə? 1, 2 və 4. 112. Yarımadada yerləşən dağlar. Krım dağları Krım yarımadasıdır. Tower Kiçik Asya yarımadası. Appalat Şimali Amerikada heç bir yarımadada deyil. Əjdaha yarımadada deyil, Afrika. Skandinaviya ilə Skandinaviya yarımadasıdır. Pamirdəki Mərkəzi Asiya. Burada 1, 2, 5 Krım, Tower və Skandinaviya yarımadada yerləşən dağlar oldu. 113. Şərqi Avropa düzənliyinə uyğun gələn relyef strukturları. Deməli, Orta Dunay ovalığı. Orta Dunay ovalığı Qərbi Avropaya gedir. Orta Rusiya yüksəkliyi doğrudur. Sonra Valda yüksəkliyi doğrudur. Şərqi Avropa düzənliyindədir. Stavropol budur. Hər üçü Şərqi Avropada yerləşən yüksəkliklərdir. Üstyurt artıq Qazaxstan, bunlar Asiyaya gedirlər. 2, 3, 4. 114. Uyğunlaşdırmalıyıq. Su erozyonu akkumulyativ, arid denudasiya və vulkanik. Deməli, denudasiyaya uğramış
Lakkolit. Bizə nə deyir? D-ndə isə uğramış lakkolit. Lakkolit vulkanik bir formada. Lakkolit deyirsə, vulkana yazırıq. Gətirmə konusu deməli akkumulyativdir. Dağların düzənliyə çıxdığı ərazilərdə yayılan yelpikvari formadır. Gilli karst. Karst artıq gedir arid denudasiya parçalanmağa. Stratovulkan əlbəttə ki yazmalıyıq vulkana. Müasir və qədim delta. Delta gedir akkumulyativə. B, Y, C, A, D. 115. Uyğun sıralar. Akkumulyativ düzənlik. Akkumulyativ deyirsə ovalı götürürük. Dendasiya deyirsə yayla götürürük. Qərbi Sibir ovalıqdır. Braziliya yayladır, götürmürük. Colorado platodur, götürmürük. Dendasyondur. Dekan yayladır, götürdük. La plato ovalığını götürmədik bura. Orta Sibir yayladır, götürdük. Oldu 1, 4 və 6. Ant dağları ilə bağlı doğru fikirlər. Ən uca zirvəsi Mont Blanc. Mont Blanc Alpın zirvəsidir, Andın deyil. Faal vulkanizm müşahidə olunur, doğrudur. Litosfer təbalarından divergent. Divergent yox, konvergent sərhədidir. Ekvator və cənub tropiki kəsir. Ekvatorda kəsir, cənub, bəli, hər ikisi kəsir. 3 yarımkürə doğrudur. Qərb, şimal və cənub yarımkürəsində yerləşir. Burada da oldu 2, 4, 5. Beləcə bu bölmənin də suallarını bitirdik.